Fransada bombalamalar 1980-1983-cü illər. Carlosun şəbəkəsi qatar stansiyalarını, metro xəttlərini, ictimai yerləri bombaladı. Nəticədə ondan çox ölü, yüzlərlə yaralı, ölkə miqyasında qorxu. Ardından Marsel qatar partlayışı 1983. Marsel Paris qatarında bomba partladı. Mülki insanlar öldü. Carlos bu hücumu öz adına götürdü. Bu onun tam açıq terror etirafı idi. Dövlətlərin istifadə etdiyi adam Carlos, Şərqi Almanya Stasi, Liviya Qəddafi və Suriya tərəfindən istifadə edildi və qorundu. Amma balans dəyişəndə hamı ondan üz döndərdi. Carlos tək qaldı. Carlosun tutuluşu və sonu 1994-cü ildə Sudanda xəstəxanada əməliyyat öncəsi ələ keçirildi. Fransada qətil, terror, bombalama ittihamları ilə 3 dəfə ömürlük həbs aldı. Yekun olaraq qanlı həqiqət. Carlos ideologiyanı bahanə etdi, silahı yol seçdi, mülki insanları qurban verdi. Tarix onu belə yazdı: İnqilabçı yox, ideologiya adı altında qətillər törədən terrorçu. Burada bir maraqlı məqama da toxunmaq lazımdır. Türkiyə televiziya tarixinin ən məşhur seriallarından biri olan Qurtlar Vadisində yer alan Tilki Andrey obrazı tamamilə təsadüfi bir xarakter deyil. Bu obraz yaradılarkən 1970-1980-ci illərdə Avropanı və Yaxın Şərqi qorxu içində saxlayan beynəlxalq terror şəbəkələri ilə əlaqələri olan Çaqqal Carlosun həyatı, fəaliyyəti və xarakter xüsusiyyətləri əsas götürülmüşdür. Tilki Andrey'in çox dilli olması, müxtəlif ölkələrdə rahatlıqla hərəkət etməsi, dövlətlər arası gizli əlaqələrə sahib olması və ideologiya adı altında qanlı əməliyyatlar həyata keçirməsi Carlosun real həyatda gördüyü işlərlə ciddi oxşarlıq təşkil edir. Serial bu obraz vasitəsilə bir terrorçunun necə formalaşdığını, dövlətlər tərəfindən necə istifadə edildiyini və işi bitdikdən sonra necə tək buraxıldığını tamaşaçıya simvolik olaraq göstərmişdir.